Narahat ayaq sindromu. Bugün bir çox insanları narahat edən bu problem bir çox səbəblərlə bağlıdır. Burada sinir sisteminin, damar sisteminin, dayaq hərəkət sisteminin və digər sistemlərin bu və ya digər problemlərin nəticəsində yaranan bir simptomdur ki, insanlarda narahat ayaq, yəni daim ayaqlarda ağrı, diskomfort, ağırlıq hissi və s. bu kimi şikayətlər yaranır ki, insanlara bu da əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Bundan vaxtında can qurtarmaq üçün müraciət etməliniz məsləhətdir. Biz bunun diaqnostikasını aparmalıyıq, xəstəni hər tərəfli yoxlamaq lazımdır və məhz narahat ayağın hansı faktoruna bağlı olmasını aşkar eləmək lazımdır və bundan sonra o faktorla mübarizə tədbirlərini biz başlamalıyıq istifadə eləməyə. Ona görə də bu simptomla olan insanlar uzun müddət saxlamasınlar bunları. Bunların bugünkü dövrdə olan texniki imkanlar, olan diaqnostik imkanlar bizə tam şərait yaradır ki, biz onun vaxtında diaqnostikasını aparaq və bununla da sizi bu böyük bəladan canınızı qurtara bilər. Buyurun, müraciət eləyin və birlikdə bununla mübarizə aparaq, bu problemi həll edək.